Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Rofun komandası Masallı rayonunda səfəri çərçivəsində Masallı komandasıyla yoldaşlıq oyunu keçirir. Oyun bir neçə saniyəyə başlayacaq. Hakim fikir səslənir və Masallı komandası ilk olaraq topa toxunur. Burada isə Tamerlandan qapıya doğru ilk zərbə və ilk gol Rofun komandasından gəlir. 1-0 Rofun komandası öndədir. Oyunun ilk dəqiqəsində, ilk saniyələrində qollanır. Komandaların heyətləri ilə sizi tanış edək. Masallı komandasında Rəmzi 15 nömrə 57, İdris 85, Cəfər 30, Rıza 13, bir dənə Cəfər var 17 nömrə Masallı komandasında. Rofun komandasında isə Həsən 11, Tuncay 17, Tamerlan 99, Ağabala 33, Riyad 10, Abbas 66, qapını isə Məhəmməd qoruyur Rofun komandasında. Out'u yerinə yetirir Masallı komandası. Tamerlan, Ağabala, Tuncay, bu da Tuncay itirir. Topu Ağabala, Tuncay, Həsən, Ağabala, hakim soyunu saxlayır. Cərimə zərbəsi təyin olunur Masallı komandasının qapısına qarşı. Cərimə zərbəsini kim yerinə yetirəcək Rofun komandasında? Çox güman Ağabala cərimə zərbəsini yerinə yetirəcək. Ağabala bəli, cərimə zərbəsini yerinə yetirəcək. Ağabaladan ötürmə yoxsa qapıya birbaşa zərbə olacaq. Bu arada hakim səslənir. Ağabala qapıya doğru zərbə, top qapının üstündən keçir. Sərbəst zərbə ilə qapıcı topu daxil edir oyuna. Burada isə Abbas topu qarşılayır. Ağabala qapıya doğru zərbə alınmır. Burada Abbas'a dəyir top və out Masallı komandasına. İdris 85 nömrə. Out'tan topu daxil et, yenidən İdris topu daxil edir. Tuncay, Ağabala, Cəfər, şimdi burada Abbas'a imkan vermir. Həsən 4-2 burada görək keçə bilmədilər. Müdafiə xətti çox yaxşı oynayır. Burada dərhal Rofun komandası top oyuna daxil edir. İtirirlər. Tələskənlik var burada Rofun komandasında. Tamerlan irəliyə doğru ötürmə 2'ye 1 qalıblar burada. Cəfər burada geri dəqiq zərbə indirir qapıya doğru. Tuncay topara getirir. Tuncay, Ağabala, Uğur, Tamerlan. Top isə Rəmziyə dəyərək oyundan tərşilir. Zərbə Tamerlandan qapıya doğru zərbə, top qapının üstündən keçir. Ağabala topu qarşılayır. Out Masallı komandasına.
Tuncay. Tuncay. Keçə bilmədi burada müdafiə xəttini. Bu arada Həsən özünü çatdıraraq topu oyundan çıxarır. Təhlükənin böyümənin qarşısını alır. Əli top oyuna daxil edir. Yenidən Əli Masallı komandasından top oyuna daxil edir. Outrof'un komandası. Yox. Masallı komandası out yerinə yetirir. Top oyunda qalır. Ağabala. Bu da top Ağabala'dan çıxır. Ağabala'dan ötürmə 2 Rofum oyuncusuna çatmır. Burada isə Həsən çox yaxşı oynayır Masallı komandasında. Riyad. Abbas Ağabala'ya ötürdü. Ağabala Tuncay topu saxlaya bilmir burada. Out Masallı komandasında. Riyad. Həsən topu saxlayır Həsən özündə. Həsən Tuncay ötürmə. Burada isə çaşqınlıq yaranır. Yenə top Rofum'da olsa da hakim onu saxlayır. Burada zədələnən oyuncu var idi. Bu arada out Güləş komandasının, bəli, top Rofum komandasının oyuncusundan çıxmışdı. Riyad top itirir. Masallı komandasının isə hücumu bu dəfə alınmır. Məhəmməd kim oynayacaq burada? İrəli atır Məhəmməd. Həsən topu qəbul edir. Həsən əla ötürmə Həsəndən. Ağabala qapıya doğru uzaqdan zərbə. Top qapının yanından keçir. Abbas topu qarşılayır. Tuncay. Outrof'un. Tuncay. Məhəmmədlə oynayır, qapıçı ilə oynayır. Məhəmməd. Riyada ötürmə. Riyad. Top itirir. Qapıya doğru zərbə burada isə Məhəmməd. Qapıda etibarlı oynayır. İkinciden zərbə yerinə yetirəcək Masallı komandası. Üçüncüdən zərbə. Burada isə Əlinin zərbəsi, başla zərbəsi qeyri-dəqiq olur. Qapıdan Məhəmməd başladı. Abbas. Riyad. Həsənə. Türmə Həsən burada topu qəbul edə bilmir. Top Rofum komandası qalır. Uğur Tuncay topu qəbul edə bilmir burada.
11. dəqiqə gedir. Masallı komandası ile Rofun komandasının karşılaşmasında 1-0 Rofun komandası öndedir. Hasan burada qapçı ilə oynamaq istədi ya, amma burada geridəylik oldu. Burada ise Rofun komandasının qapçısına doğru penaltı oynanır. Cərmə zərbəsi, penaltı değil, cərmə zərbəsi. Qapıya doğru zərbə və gol. Rofun bir masallı bir. Nihat. Nihat. Hasan. Outrof mu? İleriye doğru topu attı. Kapçı burada. Nihat. Ağabala. Hasan. Top özünü saxlaya bilmədi burada. Hasan'a qarşı burada çobudluq hakim onu saxlayır və cərmə zərbəsi təyin edir. Cərmə zərbəsini Hasan yerinə yetirəcək. Burada qapıya doğru birbaşa çoxunu zərbə indirəcək. Hasan'ın cərmə zərbəsi top qapının yanından keçir. Ağabala topu qəbul edir. Burada isə Əli 7 nömrə Masallı komandasından topu qapı xəttindən çıxardır, yəni qapıdan daha doğrusu çıxardır, təhlükənin böyüməsinin qarşısında. Üçüncüdən zərbə yerinə yetirir Rofun komandası. Riyad! Əla bir zərbə idi, əla düşünülmüş bir zərbə idi. Top qapı xəttinin yanından keçdi. Masallı komandasının hücumu ise uğursuz olur. Məhəmməddən əla itirmə, burada Məhəmmədə qarşı çobudluq olur. Onun ayağına zərbə indirilir. Məhəmməd irəliyə doğru zərbə. Zərbə geri deyilir. Qapıya doğru zərbə idi. Zərbə geri deyil olur. Out yerine yetirir Masallı komandasının yetirmələri. Məhəmməd irəliyə doğru ötürmə. Top
6 gelir. Murov'un komandasının ise bugün ikinci oyundu masalda. Arıcı ikinci oyundu. Oyuncularda az olsa yorgunluk hiss olunmaktadır. Hasan Tamerlan ötürme. Nihat Hasan Tamerlan Mehmet Riyad Outrof mu? Hasan Murof komandası 6 yönetilir. Hasan oynuyor. Tamerlan Hasan Nihat ötürmesi zərbe ve burada zərbe değil olmur ama yumuşak olur. Qapçının düz üzerine vurur zərbənin Riyad burada. Qeyd edək ki, oyunun 18 dəqiqəsi gedir və Rofun masallı komandalarının qarşılaşmasında hesab 1-1'dir. Mehmet Tamerlan oynuyor. Mehmet Tamerlan Nihat Outrof mu? Derhan Nihat Zərmə zərbəsi alt qarısı yerini itirir və Tamerlanın qapıya doğru zərbəsi isə qapısı tərəfindən dəf edilir. Tamerlan Riyad Uğur topu hərəkət edilir burada. Yavaş hərəkətlərlə Uğur özü irəliyir. Burada isə out kazanır komandasını. Tamerlan kapıya doğru zərbə vurmaq istədi. Aşılmaz fəniyle alınmadı. Sonra Resul topu götürür. Tamerlan Hasan'a ötürme alınmır buradan. Kapıya doğru zərbə ise 85 nömrəli İdris'ten gelir ve İdris hesabı 2-1 edir. Kapıya doğru uzaktan zərbə. Qüvvətli bir zərbə vurur Uğur. Hasan Nihat ötürmə Nihat'ın zərbəsi ise burada geride olur. Top kapının yanına kesin. Tamerlan Uğur Mehmet zərbəsi geride olur.
Beləliklə Rofun Masallı komandaların qarşılaşmasında birinci hissənin son saniyələri gedir. Yəqin ki, hakimin oyunu dayandıracaq. 2-1 hazırda Masallı komandası Rofun komandası üzərində üstün durumdadır. Ümid edirik ki, oyunun ikinci hissəsi maraqlı oyun şəraitini keçəcək.